Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Bakıda avtobus qəzaya uğrayıb. Bu barədə Bakubasdan bildirilib. Bugün saat 10:51 radələrində Neftçilər prospekti istiqamətində bulvar ərazisi yaxınlığında 125 nömrəli müntəzəm marşrut avtobusunun sürücüsünün səhhətində qəfil narahatlıq yaranıb və o nəqliyyat vasitəsini dayandırmağa cəhd etsə də idarəetməni itirərək avtobusu bulvar ərazisinə tərəf yönəldib. Hadisə nəticəsində sərnişinlər arasında xəsarət alan olmayıb. Sürücüyə ilkin tibbi yardım göstərilməsi üçün dərhal təcili tibbi yardım xidməti çağırılıb. Açıqlamada bildirilib.